dörtbucaqlar mövzusunda 48-ci suala baxağın. 48. Bunu biraz yaxınlaşdıraq. Deməli, bizə deyir, bərabər yanlı trapesiyanın oturacaqları 25 və 7 santimetrdir. Bərabər yanlı trapesiya biz bilirik ki, yan tərəfləri bərabərdir və diaqnalları bərabərdir, oturacaq bitişik bucaqları bərabərdir. Diaqnalı 20 santimetr verib, 20. Yan tərəfləri C qoyaq. Bizdən perimetr istəyir. İlk öncə perimetr tapmaq üçün biz bunun yan tərəfini tapmalıyıq. Bunu hündürlük filan çəkib də tapmaq olar. Amma belə bir düsturumuz var. Diaqnalın kvadratı bərabərdir. Yan tərəfin kvadratı üstə gəl, oturacaqların hasili. Yerinə qoyaq. Diaqnalımız 20-dir. 20-nin kvadratı 400 bərabərdir. C kvadratı üstə gəl. Oturacaqların biri 7, biri 25-dir. 7 vur 25. C kvadratı bərabərdir. 400 çıxılsın. 7-yi 25-ə vursaq 175 eləyəcək. 400-dən də 175 çıxsaq 225 eləyəcək. C bərabərdir kök altında 225, bundan da kök 15 çıxacaq. Deməli, yan tərəflər 15 və 15-dir. İndi perimetri tapsaq, 2 vur 15, üstə gəl 7, üstə gəl 25, bərabərdir 30, üstə gəl 30, 2, bərabərdir 62. Cavab 62 santimetr.